Salam aleykum dostlar, mən istəyirdim makro. Sizə demişdim ki, TikTok video qoymuşdum. Demişdim 40 dəqiqə video atacağam, hər ondan ötürü atdım. Deməli mən qoyduğum hilə skin toastdur, yəni bilməyənlər üçün yəni bu videomu paylaşacağam. TikToka girib biomun altındakı YouTube səhifəsinə girib videomu bəyənib abunə olsanız sevinərəm, çünki abunə sayım heç yoxdur. Ona görə də abunə sayıma çalışıram. Deməli necə edəcəyik? Buradan girib skin olsa. Girəndə birinci açmır da. Free isə free seçirsiniz, max da maxı. Mən free seçirəm EG. Buradan bundan olmur da. Birinci ilə ikincini bassam Android'in 11 plus olmalıdır. Belə bir şey gələcək. DSP nə deyib belə. Yəni bunu necə eləyəcəyik indi? İndi buradan giririk Suzuki-yə. Birinci nə edirik? Birinci Suzuki yox. Giririk bizim smart telefonun içinə, yəni telefonumuzun versiyası yerinə. Buradan quraşdırma üçün 3 kere belə basırıq. Zart tərsi var. Burada developer seçimləri var. O olacaq orada. Deməli giririk skin olsa, Suzuki lazımdır. Mən indi Suzuki seçəcəm. Suzuki biraz çətin olur ona görə. İndi burada bunu basırıq. Ondan sonra keçirik bura. Gedirik bura. Developer seçimləri. Burada Wi-Fi sazlanması var. Bunu açırıq. Açdıq. Sonra burada düzlənmiş kodu düzləşdirin. İndi burada bir dənə bax. Buradan kod istəyir. Buradan 509 615. Bunu basdıq. Bu qədər açıldı. Giririk. Baxın açıldı. Deməli və necə özünüzə paltar göndərə bilərsiniz, belə deyim. Orada özümə paltar göndərir, yəni paltar çoxalmır da. Məsələn, Evo göndərəndə çoxalmır, nəsə Evo olur. Belə bir söhbət yoxdur, belə bu skin toastda. Buradan Klotas'a giririk. Buradan giririk Male topa. Buradan necə deyim də, bir dənəsinə basırsınız, sizdə olan paltarı basırsınız. Məsələn, buradan Nev 3-cü paltarı görürsünüz. Onun məsələn üçün də indi mən eləmirəm. Amma burada nə bir şey belə eləyir də, 10 bassan. Ya da eləyim, qoy bir dənə deyəni. Eləyim də. Bir dənə paltar tapım buradan. Baxın, bir dənə paltar tapacağam. Ondan sonra indi görün necə olacaq da. Bir dənə paltar tapım qoy. Bir dənə paltar tapacağam özümdə olan paltar seçsən. Sonra istədiyim paltar seçsən. Ondan sonra bu qədərdir. Şalvar, Evo, hər boy bir şey burada elə olur. Məsəl üçün, baxın, bunu basıram. Reklam gələcək də. Bir dənə reklam gözləyək. Reklam gəlir. Bir dənə o çıxdım. Bu qədər. Yəni paltar seçmirəm burada. Bir dənə paltar seçirəm. Baxın. Ağzını seçim. Seçirəm deyir, məsələn, bu ayını. Dovlandıq filesi yığacaq. Deyən, yıxsın dənə, instantnik. Yəni, heç bir özəl paltar atıb, paltar çoxalmır. Paltar sayı çoxalmır. Yəni, buradan seçib, özündə olan paltar seçəndən sonra başqa paltar seçsin, o paltar geyinəndə o görsənir. Amma belə dediyimdə, qarşı takımda görsənmir o. O qarşı takımda görsənməyəcək. Əgər o qarşı takım skin toastsa, onu da görsənəcək. Olmasa, onu da görsənməyəcək. İnstantnik. Bax, deyək ki, oldu. İndi keçək. Canım, necə oldu? Asılsın. Bu arada YouTube kanalıma bu video çəkəm də. YouTube kanalıma abunə olun, abunə sayım artsın. Yəni açılsın Free Fire sizə göstərəcəm onu. Yəni bu qədər əziyyət çəkirəm də. Yəni görürsün bu kayd edirəm sonra necə açacağam. Yəni bunu bilənlər bilir, sonra gəlib deməsinə qardaş bilirdik. Bilirsiniz qardaş lap yaxşı. O bilməyənlər də bilsin. Açılsın deyə də çox güclüdür. Açılsın bir dənə.
Deməli, hə, bir də indi yadıma düşdü. Deyəcəksiniz, bax, mən özümdə Skintoss'u baxın. Amma bir dənə hərəkət atmaq olmadı, başqa qalan hər şey atmaq olur. Deyəcəksiniz ki, Skintoss hardan yükləyək? Google-a yazın ya, Skintoss Pro V2. Yəni, çox elə yerlər var ki, virusludur. Ona görə də heç bir şey yazmır. Mən YouTube kanalımda videonun altına, yəni yorumlara linki buraxacağam. Baxın, indi atmışdım da. İndi mən belə qoymuşam da. Bax, bu indi bu paltara sizə varsa, yəni paltar atmayın, arxadan ışınlayın, oyun ban verir. Yəni bir də belə deyirəm, anti-bandır. Bir dənə ban yoxdur. Özüm oynamışam, baxmışam, bir dənə banı yoxdur. Yəni paltardan da ban gəlməz. Yəni oyun üçün belə bir şeylərə baxmır. Oyun sadəcə o kask panellərinə baxır. Videomuz bura qədər. Sağ olun dostlar. YouTube kanalıma abunə olun və TikTok'u takip etmeyi unutmayın. Sevilirsiniz.